nümunə 26-cı test. Aşıq Ələsgərin bir ay yarım Nobahardan keçəndə misrası ilə başlayan Dağlar şeirinə bağlı doğru fikirləri müəyyən edin. Açar sözümüz doğru fikirlər. 1. Şeirdə dağların baharda aldığı mənzərənin təsvirinə də yer verilib. Biz burada ən dəqiq qrup sualıdır deyə ən dəqiqi ilə işləyəcəyik. Səhv və ya düz fərq eləmir, amma ən dəqiq bildiyimiz olacaq. 2-yə baxırıq. Şeirdə Aşıq Dağların xoş günlərdəki vəziyyətini ilə yanaşı, indiki pərişan vəziyyətində təsvir edir. Bunu da saxlayaq. 3. Şeirdə kədər hissinə də yer verilmişdir. Ancaq bu kədər ictimai deyil, şəxsi kədərdir. Şəxsi kədər ifadəsi tam səhvdir. Ona görə 3 artıq doğru cavab ola bilməz. 3 olan variantları kənarlaşdırırıq. 3 burada ancaq A variantını aparır. 4. Möhürbənddə Aşıq özünə müraciət edərək elsiz yaşadığı üçün özünü məzəmmət edir. Müraciət xitabdır. Möhürbənddə görək Ələsgər sözü xitab kimi işlənib. Ölsün Ələsgər tək qulların dağlar deyir və burada o deməli müraciət eləmir özünə. Ona görə burada müraciət sözü səhvdir deyə 4 səhvdir və 4 burada aparacaq E variantın və D variantın. Seçim qalır B və E arasında 2-5 yoxsa 1-2-5. İndi biri dəqiqləşdirməliyik. Şeirdə dağların baharda aldığı mənzərələrin təsvirinə də yer verilib. Bəli, birinci bənddə bir ay yarım keçəndən sonra dağların vəziyyəti təsvir olunur. Ona görə bir düz fikirdir deyə. Deməli, bir düz olduğuna görə biz burada B variantını atacağıq. Çünki orada bir yoxdur. Birin düz olduğuna görə cavab olacaq C variantı. 1, 2, 5. 2 də deyir, Aşıq Dağların xoş günlərdəki vəziyyətinə yanaşı pərişan halında təsvir edir, düzdür. 5-də deyir, Aşıq el üçün yanan, xalqın dərdini çəkən bir insan kimi diqqəti cəlb edir. Bu da doğrudur. Düzgün cavabımız C variantı.